Doğruluq, doğru danışmaq, verdiyi sözü yerinə yetirmək bacarığıdır. Doğrudur, yanlışdır. Doğrudur. Dürüstlük idi. Sən düz deyirsən, olarsan. Yaxşı, düzlə. Birinizə baxın, hamınız bir istiqamətə getməyin. Sualı dinləyin. Gəl, etibar olar səhvləmişdi. Hə, oxuyuram növbəti sual. İnsanların cəmiyyətdə davranış normaları və qaydaları etiket adlanır. Bir dəqiqə. Yanlışdır. Doğrudur. Doğrudur. Yo, qulaqasın. Uşaq azdır deyə hələlik 10 suala kimi bir yerdə siz 10 sualdan sonra dağılırsınız. Hə, dayan. İstənilən vəziyyətdə hamı tərəfindən qəbul edilən dəyərlər çərçivəsində hərəkət etməkdir. Sadəlik. Bax deyir ki, sadəlik, bir də qulaq asın, diqqətli olun. Sadəlik insanlar istənilən vəziyyətdə hamı tərəfindən qəbul edilən dəyərlər çərçivəsində hərəkət etməkdir. Düzdür? Yanlışdır. Ədəblilik idi. O saqqıza. Sadə olanda mənim bunlar mesela çox şeylərdir. Mən sadə olsam bundan əcəb. Qafqaz, Pekarino, Rofkor kimi inək pendiri növləri var. İlin əvvəlində inək pendir deyir. İnək pendir növləri, inək. Etibar edin. İnek pendir olur. Ay, inek pendir olur ya. Yanlışdır. Yanlışdır, düz deyil. İnək pendir deyildi, qoyun pendiriydi. Həndəsə oyma, ağac üzərində oymanın ən qədim növüdür. Həndəsi oyma, ağac üzərində oymanın ən qədim növüdür. Həndəsi? Deyil. Yanlışdır. Yanlışdır. Ben yanlış. Düzdür. Ay, ben yanlış yapmıştım. Yastı relyefli oymanın ikinci adı dırnaq şəkilli oymadır. Yanlışdır. Aferin. Dövüşvari oynadı. Müxtəlif növ oyma işləri üçün yardımçı alət kimi istifadə olunur. Buna da yastı düz iskənədən. Yardımçı alət kimi istifadə olunur. Yastı düz iskənədən. Düzdür. Dayanın. Bir cərgə dayanmırsa axı, biraz arxaya çəkilin, zəhmət olmasa mümkündürsə. Bitki və heyvan məhsullarının ən seçmə, ən yaxşı növləri silos adlanır. Bitki və heyvan məhsullarının ən seçmə, ən yaxşı növləri silos adlanır. Yanlışdır. Elit adlanır. İndi bildin. Dayanın. Ulduz. Xaç və sairə formalı ucluqları olan alət nazik iz salan alətdir. Ulduz, xaç və sairə formalı ucluqları olan alət nazik iz salan alətdir. Ben de düz, cevap düzdür. Yanlışdır. Puan sonu idi. Diskli iz salan alət düz və qırıq-qırıq xətlərin salınması üçün nəzərdə tutulub. Diskli iz salan alət. Doğru idi. İndi başlayın. İndi diqqətli olun. Səhv olanlar əyləşir. Bir cərgə dayanında uşaqlar, axı bir cərgədə deyilsiniz. Freon. Elə onu soruşuram. Rəngsiz, iysiz qaz və yaxud mayedir. Düzdür.
Bölgədə dayan. Ekran clean. Divardan boyanın çıxarılmasının 3 yolu var. Divardan boyanın çıxarılmasının 3 yolu var. Doğru yanlış doğru. Qutarın da. Va 3 yolu var. Neçə yolu var? Yaxşı 3 deyil, nə qədərdir? 2. Ha, oturun siz. Sen bir hadi. 3 üsul var. Yo, yanlış deyənlər əyləşsin. Dayanın. Yo, tez onu zəngət qalın. Biraz ortaya gir. Çaşdan al en sonda. Peşmanlıq hissləri keçirir orada. Yaxşı. Royal, diqqətli ol. Məişət toz soranının tullantı yığan bakının tutumu 15-18 litrdən artıq olur. Çıx. Olmur əslində. Olur söhbəti idi. Kürə şəkilli izlərin salınması üçün alət, əzmə üsulu ilə kürəyə bənzər iz salan alətdir. Ben bilmem. İlham. Bismillahirrahmanirrahim dedem. Ben niye elimden bunu? Başka saklayayım. İlham, sakit ol eşitsinlər. Sual oldu ki, kürə şəkilli izlərin salınması üçün alət. İndi bu gəldi. Əzmə üsulu ilə kürəyə bənzər iz salan alətdir. Ha, düzdür. Sual səsimi düşsün. Turniket, jeton və kartla işləyən, fırlanan xaçvari qurğusu olan nəzarət cihazıdır. Qalib oldu.